Deməli, Göytepe'də uydu 31 dərəcə. Sadəcə 10 gündə bir dəfə yağış da olacaq. Burada 17 kilometr küləy əsir. Bakı ilk dəfə də 30 dərəcə görürəm. Alqışlar. Sabirabad neçə dərəcədir? 32. 32. Deməli ki, Qəbələyin havalarına baxaq. Deməli, günəş cik eləmişdi bizi yola çıxıb Göytepe'yə gələndə. Əvvəllər 17, 18, 19 dərəcə idi. İndi isə biz yol gedən kimi, evə gedən kimi birinci Lavantiyaya getdik, sonra da Bakıya getdik, oradan da evə getdik. Qəbələ günəş də deyir ki, yuxarıdakı günəş deyir ki, partlayın, mən çıxdım, yaxşı ki gedibsiz yola. Qəşəng hikayə oldu ya bu arada. Türkiye çok istedi burada. Böyle esnedim. 29 derece az imiş. Det vallahi şey o. Ölüm vadisi. 29 derece. Çünkü gecə. 38 derece. Qəşəng pay. 10 kilometre külək əsir orada. Deməli. Gəlin baxaq Amerikanın bütövlüyünə. Kanadada istiləşib. O yuxarıdakı yerləri gördünüz, istiləşib. Rusya ilk dəfə böyle isti görüyorum. 38 dərəcə istidir burada. Sen benden mırtaki yormusun. 40 derece isti olacaq sabah Türkiye. Almanya çok istidir ama istiləşməyə başlayıb. Göytepe'de çok istidir. 31 derece. Özdə bütün gün güneşliyə. Yağış bəlkə heç olmalı deyə. Klaviatura səsi. Xaçmazı da ilk dəfə də burada isti görürəm. Atam burada işləyir mənim. Gəlin. Sadəcə bir dəfə yağırdı olacaq. Keşke çox gün yağışlı olsaydı, qəşəng yağışda gəzirdik. ...34 derece. 24 derece, 34 derece.